Bu gün bostandan qarpız qıracağıq. Biz qarpızı qırana qədər siz də videonu bəyənin, abunə olun. Burada 2 dənə qarpız var. Biz hələ ki birini qıracağıq, çünki biri yetişməyib. Eğer bu video sevilsə, gələn dəfə o birisi qarpızı qırıb videosunu çəkəcəyik. Burada qarpızı yuyuruq. Qarpızı qurulayanda qarpız böğründən partladı. İndi isə kəsək. Qarpız biraz ağ görsənsə də, amma dadı super idi, şirin idi. Gələn videoda görüşərik, abunə olun.